Salam, axşamınız xeyir olsun mənim izləyicilərim. Mən bir neçə dənə bu YouTube layihəsində video açdım, danışdım. Nədənsə mənim bu layihəmi qara səhifəyə salıblar. Nəyə görə? Nə demişəm? Nə danışmışam ki? Nə qeyri bir iş görmüşəm ki? Nə qeyri nəsə bir başqa bir söz danışmışam ki? Mənim bu videolarımı bir neçə dənə, yəni çox yox ha, 3-4 dənə video atmışam YouTube'a. YouTube'dan yoxdur. Mən nə siyasi səhv buraxmışam, nəsə bir pis söz danışmışam, nəyisə bir təbliğ eləmişəm, yox. Nəyə görə mənim YouTube'da mənim videolarımı, bir neçə videolarımı, deyə 3-4 dənə video çəkmişəm. Onları qara spesek, kör spesek atdıqlar. Nəyə görə? Mənə maraqlıdır, nəyə görə? Nə demişəm axırda? Deməli, burada belə çıxır ki, bəzilərinin mənim çəkdiyim videolar xoşuna gəlməyib və bunu da gərək kimlənsə, yəni kiminsə əli ilə bunu bloka saldırıb, qara kör spesika saldırıb. Niyə? Məqsəddədir. Nə məqsəddir bu? TikTok deyil, bu nə bilim başqa bir Instagram deyil, bu nə bilim Facebook deyil, məsəl üçün. Nəyə görə mənim 3-4 dənə çəkilən videomu YouTube layihəsi atıb kör spesika, yəni qara siyahıya atıb. Niyə? Nə demişəm orada? Demişəm ki, ey millət, heç bir şeyə uymayın, heç bir şeylərə uymayın. Nə deyilirsə, hamısı bir dəqiqə informasiya müharibəsi gedir və heç kimə inanmayın. Orada ancaq tarix düzgündür, qalan hamısı səhvdir, səhv. Tarix boyu bizi aldadıblar, aldadırlar və aldadacaqlar da. Çünki biz öz qanunumuzu, öz milli dəyərimizi bilirik. Amma bilənlər də var. Amma axırını görürsünüz. Bilmirəm, mən nə səhv etmişəm ki, orada mənim bu YouTube səhifəsində mənim qara spesika atıblar. Bilmirəm, qalmasın boynunuza.